Xətai rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası, Xətai rayon təşkilatının və Sokar Neft Qaz Tikinti Tresinin birgə təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycan gənclərinin ölkənin ictimai, siyasi, sosial və iqtisadi həyatında fəal iştirak etdiyini vurğulayıb, gənclərə göstərilən dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərdən biri olduğunu qeyd edib. Daha sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev gəncləri Əlamətlər Gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan gəncləri vətənpərvərliyi və ictimai fəallığı ilə seçilir. O, gənclərin ölkənin gələcəyinin qurulmasında aparıcı qüvvə olduğunu diqqətə çatdırıb. Gənclərin milli mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir düşüncəli və təşəbbüskar olmasının vacibliyindən danışan millət vəkilləri Zahid Oruç, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva gənclərin hüquq və azadlıqlarının qorunması, cəmiyyəti inteqrasiyası, o cümlədən də ictimai fəallığın artırılması, eyni zamanda gənclərin elm, təhsil, innovasiya sahələrində əldə etdikləri nailiyyətlərdən danışıblar. Tədbirin sonunda ictimai, siyasi həyatda fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.